Rusiya Daxili İşlər Nazirliyi yeni qaydalar əsasında ölkədə yaşayan xarici vətəndaşların azyaşlı övladları barədə daha geniş məlumat əldə edəcək. Artıq müvafiq mexanizm hazırlanıb və bundan sonra Rusiya Federasiyasının təhsil sahəsində məsul regional icra orqanları ilə Daxili İşlər Nazirliyi arasında məlumat mübadiləsi vahid elektron sistem vasitəsilə həyata keçiriləcək. Qaydalar konkret olaraq xarici vətəndaşların məktəb yaşlı uşaqlarına aiddir. Əgər azyaşlı xarici vətəndaş Rus məktəblərinə qəbul olunmazsa və ya məktəbə davamiyyət göstərməzsə, bu valideynlərin məsuliyyətinə çevriləcək. Rusiya qanunvericiliyinə görə valideynlər onların vətəndaşlığından asılı olmayaraq övladlarının məktəbə getməsini təmin etməlidirlər. Əks halda bu hal inzibati xətaya bərabər tutulacaq. Bundan əlavə məlum olduğu kimi 1 yanvar 2025-ci ildən etibarən daha sərt qaydalar qüvvəyə minib və bu tarixdən sonra Rusiyada yaşayan və azyaşlı uşaqların qanuni nümayəndəsi olan xarici vətəndaşlar övladlarının ölkədə qanuni əsaslarla yaşamasını və əsas ümumi təhsil almasını təmin etməyə borcludur. Əgər bu öhdəliklər kobud şəkildə pozularsa, həmin şəxslərə qarşı Rusiyada qalmağın arzu olunmaz olması barədə qərar verilə bilər. Bu isə faktiki olaraq ölkədən çıxarılma riskini yaradır. Azərbaycanlı ailələr üçün təsirlərə gəlincə isə məlum olduğu kimi Rusiyada çoxsaylı azərbaycanlı ailələr yaşayır və onların çoxunun məktəb yaşlı övladları var. Bu qaydalar azərbaycanlı ailələrə bir neçə istiqamətdə təsir göstərə bilər. 1. Məktəbə davamiyyətin ciddi nəzarəti. Artıq valideynlərin övladlarını məktəbə yazdırmaması və ya davamiyyətin olmaması hüquqi məsuliyyət doğuracaq. Bu, xüsusən də sənədləri tam qaydasında olmayan ailələr üçün problemlər yarada bilər. 2. Qanuni status məsələsi. Məlum olduğu kimi 2025-ci ildən uşaqların Rusiyada qalma statusu birbaşa valideynlərin öhdəliyinə bağlanır. Yəni, valideynin immiqrasiya sənədlərindəki hər hansı pozuntu övladın da hüquqi vəziyyətini risk altına sala bilər. 3. Deportasiya təhlükəsi. Əgər valideynlər övladlarının təhsil hüququnu təmin etməsələr və bu hal kobud pozuntu kimi qiymətləndirilərsə, onların Rusiyada yaşaması arzu olunmaz elan oluna bilər. Bu da deportasiya təhlükəsi deməkdir. Ekspertlərin fikrincə yeni qaydaların əsas məqsədi həm xarici uşaqların təhsildən kənar qalmasının qarşısını almaq, həm də miqrasiya nəzarətini gücləndirməkdir. Rusiyada yaşayan azərbaycanlı ailələr üçün bu övladların mütləq şəkildə məktəbə cəlb olunması və valideynlərin sənədlərini vaxtında qaydasına uyğun tənzimləməsi zərurətini yaradır. Beləliklə, Rusiyada yaşayan azərbaycanlı ailələr üçün mesaj aydındır. Övladlarının təhsilini təmin etmək təkcə sosial məsələ deyil, həm də hüquqi öhdəlikdir. Bu öhdəliklərin pozulması isə artıq sadəcə inzibati məsuliyyət deyil, hətta ölkədən çıxarılma kimi ciddi nəticələrə gətirib çıxara bilər.